Salam dostlar, bu verilişinde her birinizi hoş gördük. Bugün bizim çok maraqlı qonaqlarımız var. Gəlin bugün Muradı tanıyaq. Görək kimdir, nəçidir? Salam, mənim adım Muraddır. Soyadım Osmanlıdır. Mənim 8 yaşım var. 245 nömrəli tam orta məktəbdə oxuyuram mən. Ay Murad, de görək sənin hobbin nədir? Dostlarımla bir də ki, öz oyuncaq heyvanlarımdan oyun oynamağı xoşlayıram. Bugün bizim çok maraqlı oyunlarımız var. De görün bizimle oynamağa hazırsan. İndi bir kart çıxart. O kartda nə yazılıbsa sən onu edəcəksən. Hə Murad, kartda yazılıb ki, sən bizim üçün mahnı oxumalısan. Elə isə səni dinləyək. Özün kimi vüqarlıdır uca dağların, üstünə bir yaraşıqdır gözəl yaşıl bağların. Bizimlə bir başlamışdı gözəl çağların. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Afərin Murad, indi isə bizə şeir de. Vətəni çox sevirəm, anam kimi əzizdir. Vətənə və anama məhəbbətim dənizdir. Qucağında ananı, şən qoynunda vətənin, bəslənirik fərəhlə, vətən mənim həm sənin. Murad, bəs sənin ən sevdiyin yemək hansıdır? Makaron. Ketçupdan səsli yeməyə başlayıram. Murad, bəs sənin məktəbdə ən çox sevdiyin dostun kimdir? Abbas. Murad, indi səndən çox maraqlı bir oyun keçirdəcəm. Tap görək o kartdakı nədir? İndi deyəcəyim əşya qaşığın dostudur. Biz yemək yeyərkən bu əşyadan istifadə edirik. Səncə bu əşya nə ola bilər? Bir kavar. Afərin. Afərin qız tapdın Murad. Biz bunu adətən bizə soyuq olanda geyinirik. Səncə bu nə ola bilər? Papaq. Corab. Afərin Murad, sən çox ağıllı balasan. Bəs de görək Murad, sən böyüyəndə kim olacaqsan? Şahmat müəllimi. Niyə məhz şahmat müəllimi Murad? Çünki şahmatı bilirəm. Bəlkə başqa bir sahəndə sınayarsan. Polis, həkim, müəllim. Bir də ki, YouTube videolar çəkmək istəyirəm. Bax, bu yeni dövrün mövzusudur. YouTuber olmaq istəyir Murad. Mən həmişə baxıram o türklərdə, Roblox'a. Onları Azərbaycanca çəkərəm. Orada 50 dənə oyun var, hamısı oynayırlar. Mən də elə eləmək istəyirəm. Yaxşı ay Murad, sonda kimə salam göndərəcəksən? Ailəmə sana. Nə dostlarına. Murad, bax, atan indi bu dəqiqə bizə baxır. De görək axşam gələndə sənə nə olsun? 100.000'dən Stitch oyuncağı. Mənim iki qap KitKat lazım. Ata, gələndə mənə o elektrikli kanaldaşı olan var. Mənə onu alarsan, özün kanaldaşı qoyursan için nə qırılanda, özünə nöqtəyə basırsan, özü yonur kanaldaşı. Kanaldaşı ona bilmirəm deyə. Ay Murad, kanaldaşı olanda alınmıyor var. Yona bilirəm, yorulmuram. Prosta yaxşı yona bilmirəm. Bir damcı daha da pozulur kanaldaşın üstü. Murad, sənə həyat yolunda uğurlar arzu edirik. Gün o gün olsun, bütün arzularına çatasan. Salam, mənim adım Nizamidir. Mənim 5 yaşım var. Nizami, de görək sənin ən xoşladığın fən hansıdır? Kurs. Başa düşdük kursa gelirsən, amma deyəsən sənin xoşladığın fən yoxdur. Yaxşı de görək, bəs ən xoşladığın yemək hansıdır? Heç olmasa bunu bilək. Xoşladığım yemək qarpız. Vay Nizami, yaxşı görək, qarpız nə vaxtda yemək olub? Nəysə, görək oyunumuza hazırsan. Nizami, indi studiyamıza qara qutu gələcək.
O qara qutunun içindən hansı kart çıxsa, sən onu eləməlisən. Kartda yazılır ki, sən bizim üçün şeir deməlisən. Görəyənə qarpızı yemək, kursu fəm bilən Nizami necə şeir deyəcək? Yollarında tüken olsa, yine yolum önüm sana. Can vətənim, ana yurdum, qurban olsam canım sana. Aferin, aferin. Şeirini çok beğendim. Çok beğendim. İndi ise bizimle nöbeti oyna. Hazırsan mı Nizami? Öyleyse başla dur. Ha Nizami, senin başında maraqlı bir şəkil var. Sen derse gedən zaman gecikməmək üçün buna baxırsan, səncə bu nədir? Neye bakır? Ay Nizami, Nizami sen hara bakırsan? Stolda ne var ay Nizami? Bak Nizami, yeniden başa salıram. Derse gecikməmək üçün herkes ona bakır. Aya. Aya baxırsan Nizami, neçənci əsrdə qalmısan ay Nizami? Biraz da fikirləş. Biz hər dəfə bir yerə görüşəndə, bir yerə gedəndə tələsməmək üçün, gecikməmək üçün nəyə baxırıq? Yaxşı ay Nizami, yaxşı. Biz sağa da baxırıq. Burada çətin nə var ki? Keçək növbəti şəkilə. Görək onu tapa bilərsən yoxsa yox. Amma bunu sənə elə izah edəcəm ki, bunu tapmaqda heç çətinlik çəkməyəsən. Sənin başında bir şəkil var. O şəkili biz adətən qapı açmaq üçün istifadə edirik. Səncə bu nədir? Daha sualın cavabını özüm dedim də ay Nizami. Açar. Bəli ay Nizami, bu açardı. Ay Nizami, de görüm böyüyəndə kim olmaq istəyirsən? Böyüyəndə polis. Nizami, bəs buradan kimə salam göndərmək istəyirsən? Heç kimə. Ay heç kim, buradan sən salamlayırıq. Nizami, bax bu verilişimizə hamı baxır. Ən axsız atan baxır. İndi sən atandan bir şey istə. Denə ata, evə gələndə mənə bir şey al. Atan evə gələndə Nizami sənin üçün nə alsın? Ata akşam eve gələndə filan şey al. Ay Nizami. Ay Nizami filan şey nədir ay Nizami? Buradan bütün dostlarıma salam göndərin. Salam, mənim adım Nazlıdır. Mənim 5 yaşım var. Nazlı, de görüm böyüyəndə kim olmaq istəyirsən? Həkim, Nə həkim olmaq istəyirsən ay Nazlı? ürək, Ay Nazlı, de görüm ürək həkimi olub neyniyəsən? ailələrimə baxacağam. Mən belə başa düşdüm ki, ay Nazlı, sən ancaq ailən üçün həkim olmaq istəyirsən. Bəs başqa adamlar, ay Nazlı, onlar necə olacaq? Bəs onların ürəyi axıyanda onları xilas eləməyəsən, ay Nazlı. Eləyəcəm. Ay Nazlı, ay Duzlu xanım, gəl səndən bir oyun keçirdək. Ay Nazlı xanım, kartda yazılıb ki, sən bizim üçün rəqs eləməlisən. Hazırsan rəqsə? Aferin Nazlı, çok güzel oynadın, çok hoşuma geldi. Bak bu əsl oynamaq da, indi gəl səninlə ikinci oyunumuzu oynayaq. Hazırsan oyna. Bəli. Bak ay Nazlı, sənin indi başında bir şəkil var. Tap görək o şəkildə nə var?
Biz bundan hər səhər yemək yeyirik. Yağ çəkirik üstünə, bal çəkirik, qaymaq çəkirik yeyirik. Səncə bu nə ola bilər ay Nazlı? Vilka. Vilka nədir ay Nazlı? Sən hər səhər vilka yeyirsən? Qaymaq çörək. Ay Nazlı, bax qaymağı nəyin üstünə çəkib yeyirsən? Çörəyin. Bəli, çörəyin. Ay Nazlı, laf qocaqdın ha babanı. Yaxşı ay Nazlı, bax indi bunu da. Uşaqlar bunu qar yağanda düzəldir. Və ən maraqlısı odur ki, böyüklər bunu eləmir, ancaq uşaqlar eləyir. Səncə bu nə ola bilər ay Nazlı? Qar adamı. Afərin Nazlı, axır ki bunu tapa bildin. İndi buradan atan sənə baxır. De görək, axşam gələndə sənin üçün nə alsın? Mən heç nə istəmirəm. Çünki ata mənə çox şey alıb. Atasını öpürəm. İstəmirsən istəmə ay Nazlı. Heç olmasa bizə bir şeir de. Biri var idi, biri yox idi. Bir qoca kişi ilə bir qoca qarı var idi. Onları it və xoruzu var idi. Bir gün it xoruza dedi: Xoruz qardaş, gəl gedək meşəyə gəzməyə. Xoruz razılaşır, gedirlər gəzirlər. Axşam olur. Xoruz böyük bir ağacın budağında yatır, it isə çavuşunda yatır. Ay Nazlı, mahnı şeir değil, bu mahnuldur. Bir də ki, mahnının sonu da yoxdur. Yaxşı ay Nazlı, sənə burada uğurlar arzu edirik. Sağ ol. Və hamıya salam göndərəm. Gəlin görək bu balaca dostumuzun adı nədir? Yaman gözəl qız oxşuyur. Salam, mənim adım Elminadır. Mənim 7 yaşım var. Mən oxuyuram hariqrafiyada. Yaxşı ay Elmina, gəl əhd peymanımızı pozmayaq. Qara butu gəlsin. Nə çıxsa onu da elə. Deyirəm də bu qız dəcəl qız oxşuyur. Artisti eləməyə yazılıb kartda. Bizim üçün bir sahne göstərə bilərsən Elmina? Ay Elmina utanma, burada nə var ki? Utanmasan oynamağa nə var ki? Buyur, sahne səndir. Привет, салам Никола. Что ты делаешь тут? Потом говорит: Ой, что там? Все. Bu elə bu? Я забыл. Ay Elmina, de görüm, ən xoşladığın fən hansıdır? Hansı dərsin daha yaxşı oxuyursan? Математика. Belə baxıram, yeyimcil qızsan. De görüm, ən xoşladığın yemək hansıdır bəs? En çok hoşuma gelir sushi. Ay Elmina, bayaqdan bizə rus dilində deyirsən. Bir Azərbaycan dilində şeir bilmirsən, ay Elmina. Səhər durunca əlimdə fırça, yudum dişimi, bildim işimi. İnanmısan bax, dişim ahaba, üstüm tərtəmiz, bax belək biz. Yaxşı ay Elmina, bildik ki bilirsən. Gəl sənin ikinci oyunumuzu oynayaq. Görək, bunu bilirsən ya yox. Ay Elmina, indi sənin başında elə bir şəkil var ki, biz onu ancaq kinoteatrda istifadə edirik. Kinoteatra gedəndə, film izləyərkən, amma yeməlidir. Səncə bu nədir? Popcorn. Aferin. Bax mənim sənə deyəcək sözüm yoxdur. Keçək növbət şəklə. Görürəm, yaman bilikli qızsan. Bax bu şəkil əsil sənin üçün də elə bil. Əslində bunu necə təsəvvür edəcəyimi bilmirəm. Bu musiqi alətidir. Elə bir musiqi aləti ki, bu musiqi alətində həm qara, həm də ağ rəng var. Səncə bu nədir? Piyanino. Afərin Elmina. De görün bəs böyüyəndə kim olmaq istəyirsən? Balerina.
Balerina, aferin Elmina. Bəs bizim için balerin hareketi gösterebilirsen? Aferin. Bəs de görün məktəb dərslərin necədir? Yaxşı oxuyursanmı? En sevdiğin müəllim kimdir bəs? Buradan həmin müəlliminə salam söyle. Öz müəllimim Aynur Aydınova. O xəstələnib gəlmir hələ. Müəllimə birinci gün səni gözləyirəm. Mən burada bütün dostlarıma salam verirəm. Bu dostumuzu mən çox yaxşı tanıyıram. Adı Əli Muraddır. Əli Murad gəcəl olsa da, amma çox hazırlıdır. İndi Əli Murad balıq tutur, amma o elə rəqs eləyir ki, hamı ona əl çalır. İnanmırsınız, özünüz izləyin. Aram zam zam, aram zam zam, guli 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 ram zam zam. Aram zam zam, aram zam zam, guli 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 ram zam zam. Agapi, agapi, guli 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 ram zam zam. Agapi, agapi, guli 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 ram zam zam. Aram zam zam, guli 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 ram zam zam. Aram zam zam, aram zam zam, guli 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 ram zam zam. Agapi, agapi, guli 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 ram zam zam. Agapi, agapi, guli 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 ram zam zam. Salam, mənim adım Nilaydır. Mənim 7 yaşım var. Aynı vay ne gözəlsən sən, ne qəşəngsən sən. De görək neçənci sinifə gedirsən sən. Birinci, Qulağıma de görüm, ən xoşladığın müəllim hansıdır? Aycın müəllimə. Nilay, indi bizim bir ənənəmiz var. Qara qutumuz gələcək studiyamıza. Görək bu qutudan hansı kart çıxsa, sən bizim üçün onu eləməlisən. Hazırsanmı oyunumuza Nilay? Nilay, bizim üçün mahnı oxumalısan sən. Oxu görək, hansı mahnı oxuyasan ay Nilay? İncimə, incimə gəl diliyim mən, qayıt gəl. Qayıt sənə sözüm var, incimə. Qayıt sənə sözüm var, yar. Ay Nilay, heç kim səndən inciməyib, başqa bir mahnı oxu görək. Darıxmışam qanım qaraya, xəfvalım gedim hara. Dostlanış olmur ki də var halıma. Ara məni yarasıda, gəl saçımı yenədir. Həsrət ona dəli dolu yarama. Ay Nilay, bu mahnı oxuyan kimdirsə, ona salam göndər buradan. Nəfəsə salam deyirəm. Nilay, bizə dedilər ki, sən yaxşı şeir də deyə bilirsən. De görək bizə bir dənə şeir. Əhvalımızı aç biraz. Əravran rənglərində göyümün yaraşığıyam. Sevinmən uşaqlarım, mən bir göy quşağıyam. Aferin Nilay. Bax bu başqa məsələ. İndi gəl səninlə başqa bir oyun keçirdək. Hal-hazırda sənin başında bir kart var. Tap görək o kartdan nə var? Biz bunu adətən ad günlərində istifadə edirik. Biz hədiyyə olaraq ad günündə bax bunu veririk. Səncə sənin başındakı nədir? Düzdür, biz çox hədiyyə verə bilərik. Amma ən çoxuna bax bu şəkildəkini veririk. Hədiyyə, oyuncaq, oyuncaq, gül. Düzdür ay Nilay. Bir neçə cəhd etdin, amma sonda düz tapdın. Bax Nilay, indi ikinci şəkili tapmalısan. Biz hər səhər duranda gigiyenamızı qorumaq üçün bundan istifadə edirik. Səncə bu nə ola bilər Nilay? Bizimizi yuyuruq, əllərimizi, dişlərimizi, fırçayla. Axır ki düz tapdın ay Nilay, bu fırçadır. Düzdür, sən dediklərin də var. Biz səhər duranda əlimizi yuyuruq,
Düz ama bu fırçadır. Sarıya salam göndərirəm. Ailəm bacıma salam göndərirəm.